Sevil xanım, bir qədər də Prezident İlham Əliyevin Vaşinqtona səfəri ilə bağlı danışaq istəyirəm. Qəzza Sülh Şurasının iclasına çıxış eləyəcək dövlət başçısı. Amma Nikol Paşinyan da oradadır. Əlbəttə ki, bu kimi tədbirlərdə ən azından geniş tərkibli bir qapalı görüşlərin və yaxud da ki, ümumiyyətlə görüşlərin keçirilməsi olmasa belə ən azından ayaqüstü bir müzakirələr aparılır. Mümkün olur yəni bu cür təmasların baş tutması. Nə düşünürsünüz? Bir qədər fərqlidir mövzu. Qəzza ilə bağlıdır, Sülh Şurasının ilk iclasıdır, fərqli məsələlərin orada elan ediləcəyi gözlənir. Amma Azərbaycan-Ermənistan məsələsi də önəmlidir. Ələxüsus Donald Trump üçün önəmlidir. Biz yenə gözləyirik onun Azərbaycan-Ermənistanla bağlı sülh istiqamətində səylərini dilə gətirməsini, bu cür açıqlama verməsini. Ola bilərmi belə bir dialoqun da baş tutması? Təbii bunu istisna etmək olmaz. Biz yəni baxsaq bundan əvvəlki təcrübələrə elə bir formatda keçirilən beynəlxalq tədbir olmayıb ki, orada əgər hər iki dövlət başçısı iştirak edirlərsə, onların arasında mütləq şəkildə qısa müddətli də olsa bir təmas baş tutubdur. Amma Vaşinqtonda açığı mən gözləyirəm ki, daha geniş bir formatda, təbii ki, bağlı qapılar arxasında belə bir görüş keçirilsin. Çünki tərəflərin Birləşmiş Ştatlarla müzakirə etməli olduqları məsələlər var. Mən diqqətinizi çəkmək istəyirəm J.D. Vance Birləşmiş Ştatların vitse-prezidentinin bu yaxınlarda regiona baş tutmuş səfəri. O həm Ermənistanda, həm Azərbaycanda oldu. Və düşünürəm ki, belə bir üç tərəfli görüşün keçirilməsi hər üç ölkənin iştirakı. Səfəri bir qədər hazırlıq idi mi deyirsiniz? Yəni bu önəmli görüş üçün. Düşünürəm. Çünki əslində gündəliyə biz baxsaq, çox vacib praktik həlli tələb eləyən məsələlər var. Biz TRIP layihəsindən danışdıq, data mərkəzinin yaradılmasından danışdıq, Ermənistanda sərhəd qoşunlarının yenilənməsi və təchizatı məsələsindən danışdıq. Yəni bütün bunlar təbii ki, yəni praktik həllini tapmaq üçün yenidən tərəflərlə Vaşinqtonda müzakirə edilməli. Düşünürük ki, vaxt var, niyə də yox. Bundan əlavə əslində Azərbaycan və Ermənistanın təcrübəsi deyəkmi, nümunəsi deyəkmi, sülhün əldə olunmasında kifayət qədər belə deyək, ətrafdakılar üçün nümunə yaradır. Və bundan əvvəl Trump dəfələrlə əslində bu sülh mühitinin formalaşmasında, sülh müqaviləsinin imzalanması uğrunda apardığı belə deyək, real işi hər zaman qeyd edilibdir və Sülh Şurasının təsis konfransına 22 yanvarda baş tutmuşdu bu il. Elə orada da bu məsələni gündəmə gətirdi və o çox belə deyək məmnunluqla bu faktı qeyd edir. Ümumilikdə Azərbaycan və Ermənistan arasında davamlı sülhün yaranması üçün sülh müqaviləsinin paraflanması. Yəni bunu ilkin addım kimi dəyərləndiririk və görünür ki, cənab Trumpın növbəti addımı məhz Fələstin məsələsinin həlli, yaxın şərqdəki uzun illər mövcud olan ötən əsrin ortalarından və çox qanlı bir münaqişə, bir çoxları tərəfindən də həlli görünməyən münaqişə kimi təqdim olunan həmin bu belə deyək, Fələstin məsələsinin həlli də çox vacibdir və bu məqamda əlbəttə ki, bu nümunəni ortaya qoymaq, məşvərət iclaslarında hər iki dövlət rəhbərinin Azərbaycan və Ermənistanın iştirakçılığını təmin etmək, bu çox vacib bir məsələdir və ona görə də düşünürəm ki, məhz üç tərəfli formatın baş tutması həm Azərbaycan-Ermənistan gündəliyi ilə bağlı normallaşması ilə bağlı, eyni zamanda Fələstin məsələsi ilə də bağlı mümkündür.